Siz bir dənə də yaxşı adam tapa bilməzsiniz ki, o İmam Hüseynin məhərrəminə əks insan olsun. O İmam Hüseynin məhərrəmi ilə dava aparsın, mübarizə aparsın. Bir dənə belə yaxşı adam tapa bilməzsiniz. Var belə adamlar, amma bilirsiniz ki, onlar kimdir. Tapın, tapın, özünüz elə maraq üçün tapın. Görün bir nəfər var ki, o mübarizə aparanların içindəki o yaxşı adamdır. Görün belə adam tapa bilərsiniz. Mümkün deyil. Qəlbi ölmüş insandır ki, məhərrəm məclisləri ilə mübarizə aparır. Qəlbi ölüb o kəsin. Zehni xarab olub o kəsin ki, İmam Hüseyn məclisləri ilə mübarizə aparsın. Çünki hər bir qəlbi nuranı olan insan üçün İmam Hüseyn məclisləri bir nemətdir. Ola bilməz ki, İmam Hüseyn məclislərinin bərəkətini görməsin, xeyrini görməsin.